Hal-hazırdakı zəmanədə təmənnasız, çox sevən, sevgi deyilən bir anlayış çox azalıbdır və belə deyim də, kişini daha çox sevən qadınlar da daha çox demək olar ki, azalıb. O da niyə görə? Bu kişilərə də aid da, xanımlara da aid da, hər iki tərəfli. Nəyə görə? Çünki əsl sevənə inanmırlar. Yenə deyirəm, əsl sevənə inanmırlar və bu hadisə artıq xanım kişi fərqi yoxdur. Hansının başına gəldiyi zaman və əsl sevəni itirəndən sonra artıq anlayır ki, doğrudan da bu qadın və yaxud da ki, bu kişi məni doğrudan da sevirdi. Onu da ki, təbii ki, deyir ki, pislər olmasa yaxşıların dəyəri bilinməz və mən elə bir xanımlar da tanıyıram ki, yaşlarına, özlərinə hörmət eləmirlər, sözün açıq mənasına deyirəm və gedən kişini yenidən qəbul eləməyə çalışırlar və yaxud da ki, bilə-bilə ki, məsəl üçün, o kişi başqasını sevir, yenə də qəbul eləməyə çalışırlar. Amma mən bu günə kimi inanın ki, heç vaxtı, yəni ki, heç ağlıma gəlməz ki, yox, ailə söhbəti deyil, yəni bu subay oğlanlara da aiddir. Amma mən bu günə kimi heç bir qadınla heç vaxt onunla belə deyim, prinsip aparım, onunla mübarizə aparım, elə bir şey olmayıb. Çünki mən hər zaman xanımların tərəfində olmuşam, yaşından asılı olmayaraq. Niyə görə? Çünki mən çox vaxtı günahı kişilərdə görürüm, qadınlar. Elə olmur. İsa, indi mən sənə bir şey deyim, ümumiyyətcə... Əgər bir üzr istəyirəm, bir kişi qadına dəyər verirsə, onu çox sevirsə və o qadını itirmək istəmirsə, o kişinin heç vaxt nə gözü başqa bir xanımda olmayacaq, nə başqa bir qadına dəyər verməyəcək, nə də həmən kişi xanımla, onu daha çox sevən xanımla o prinsipi aparmayacaq.